dostlar, bu da başı dumanlı dağlarımız. Dağlarımızın başından heç duman əksik olmur. Hal-hazırda Şelli sanatoriyasındayıq. Bu da yeni tikilən istalabadır. Köhnə sanatoriyanın istalabasının ərazisində, yox, böyük binanın ərazisidir. Böyük binanın ərazisidir. İstalaba deyə bu görünən yerdəydi. Yəni o da sökülüb dağıdılıb. Vallahi cənnətdir. Həqiqətən cənnətdir. Yəni İsmail qayasına baxdıqca nə bilim, gözəl, gözəl. Heyf elimizdən, heyf ovamızdan. Allah bu torpağın uğrunda şəhid olanlarımızın hər birinə rəhmət eləsin. Nə bilim, qazi olanlarımıza can sağlığı versin. Müharibə veteranlarının canını sağ eləsin. Bu el, bu oba qəhrəman kəndi olub, qəhrəman cəmaat olub. Bu kənd demək olar ki, arvadlı uşaqlı döyüşüb. Yəni bu kəndin 40-a qədər şəhidi olub. 2 rəsmi qəhrəman oğlu var. Ulu öndərimiz tərəfindən mükafatlandırılmış, ad verilmiş oğullarımız var. Xosrov Mamedov, Firdovsi Vəliyev. Nə bilim, onlarla da rəsmi olmayan qəhrəman insanlarımız var ki, bu günlərim onlar da həyatdadır. Allah hamısına can sağlığı versin. Allah elimiz obamıza bir daha pis günlər qismət eləməsin. Yəni, xoş günlər həmişə yardımcımız olsun. Yəni, Anar qardaşım buradadır, Etibar qardaşımız buradadır. Allah hamısının canını sağ eləsin. Bu günləmiş üçün gəlmişik. Və inşallah dağlarımızın bərpası ilə bağlı gəlmişik. Amma təbiət də bizi göz yaşı ilə qarşıladı. Yağış yağır. İnşallah yağış nurdur. Hər şey gözəldir, gözəl də olacaq. Allah hamımıza can sağlığı, ömür versin, bu kənddə yaşaya bilək inşallah. Amin. Allah millətimizi qorusun, Allah devlətimizi qorusun, Allah prezidentimizi qorusun, Allah şəhidlərimizə rəhmət eləsin, qazi və veteranlarımıza da can sağlığı versin. Allah millətimizi qorusun inşallah. Bu da Anar qardaşımdır və bu günlərim birlikdə gəlmişik. Nə bilim, el də bizimdir, vətən də bizimdir, bunun yaxşısı da bizimdir, pisi də bizimdir. Bunun əziyyəti çəkmək hər birimizin borcudur. Hal-hazırda Qurtlar kəndindəyik. Yəni bu önümüzdə görünən təpə Bayramalı təpəsidir. Yəni bu Ağdam çaxırının etiketinin üstündə də onun şəkili var. Həmən o dağın şəkili, bax bu Bayramalı təpəsidir. Bax bu günlərim Allah rəhmət eləsin. Fərhad əminin həyətinin yanındayıq, məhəlləsinin böyründəyik. Yəni bu uçuq zabor da onlara məxsusdur. Yəni buradan Adilgilin evləri görünür. Bakir əmi rəhmətliyin evi görünür. Nə bilim, Siyasi Əmigilin evləri də. Ay Gülmalı, bax bu ərazi, bu boş ərazi qardaş, sizin məhəllədir. Nə bilim, aşağıdakı barda rəhmətli Dünyamal əminin həyəti, Dünyamal əminin qapısıdır. Qozlu bağdan heç bir əsər alamət yoxdur. Yəni bax, əkin sahəsi də düzlənib. Demək olar ki, nə bilim, amma kənd öz gözəlliyin yenə də saxlayır. Yenə də saxlayır. Yəni bu gözəllik, vallah, könlü, qəlbi açır. Nə bilim, mantar da bir də dumanın içindədir, yağışlı bir havadır. Yəni məcburi gəlişdir bu gəlişimiz kəndə. Yəni bu dağlarda aparılan bərpa işlərinin icrası ilə bağlı gəlmişik. Yəni ona görə də məcburəm bu yağışlı gündə də olsa bura gəlməyi özümüzə boş bildik. Çünki bu kəndin biz də evladıyıq. Bu kəndin də balasıyıq, bu kənddə doğulmuşuq, böyümüşük. Bu kəndlər dünyasını dəyişənlərimizin hamısına Allah rəhmət eləsin. Allah hamısının yerin behişt eləsin. Şəhidlərimizə Allah rəhmət eləsin. Nə bilim, bu kənd demək olar ki, böyük bir əziyyət çəkmiş qəhrəman bir kənddir. Yəni bu kəndin evlatlarının əksəriyyəti döyüşüb. Əksəriyyəti, yəni o müharibənin ağrı ayırsın. Bugün də bədənində daşıyır. Bizim onlarla qazi oğlumuz var. Yüzlərlə yaralanmış uşaqlarımız var. Nə bilim, bura bir qəhrəman kənddir. Bu kəndin yeganə bir kənddir ki, Azərbaycanda yəni iki ayrı-ayrı hərbi hissədə rotası olan 836 nömrəli hərbi hissədə, yəni Pokda Şelli rotası, 845-də Şelli rotası və Şelli ərazi özünün müdafiə batalyonu 5 kənd üzrə və bundan əlavə 30-a yaxın polisdə döyüşmüş bizim mərd qəhrəman oğullarımız olub. Yüzlərlə oğullarımız digər hərbi hissələrdə ya könüllü ya da çağrıcı qismində yəni döyüşüblər. Bu kənd qəhrəman kənddir. Bu kəndin hər bir daşı, hər bir
demək olar ki, ocağı müqəddəsdir. Nə bilim, adam öz kəndini özün tanıya bilmirsən. Vallahi baxıram, adam tanıya bilmir. Bununla neçənci səfər, üçüncü səfər gəlirəm, yəni yenə də çox yerləri aydınlaşdırmaq mümkün deyil. Allah erməniyə nəhlət eləsin. Erməni elə bir bu millətə yara vurub ki, yəni düzdür, Allah şəhidlərimizə rəhmət eləsin. Ölənlərimizin, itənlərimizin hamısının qanı alındı. Amma bu yara çətin sağalan yaradır. Yəni bu yara əsrlərlə bu millətin incəyə bir yaradır. Nə bilim, vallahi bax bu baxırıq, aydınlaşdırmaq çox çətin olur, çox çətin olur, çox çətin olur. Vallahi Ağdama girmişdik, Ağdamda hardan girib, hardan çıxdığımızı aydınlaşdıra bilmirdik. Salam qardaşlar, bu çəkilişi mən edirəm. Etibar Əsgərov. Vallahi bu palçıqda heç kəs, yəni düzdür, duman biraz çəkilibdir. Heç kəs bu palçıqda mantarın arxasına keçib hər hansısa bir iş təhvil alınması barədə bir yerə baxmaz. Yəni ağıllı bir insan. Biz belə bir palçıqda yeriyə o görkən qarşıdakılar İslam qardaşdır, Anar qardaşdır. Gördüyünüz kimi bu yağışlı havada prezident aparatından aldığım məktuba, olunan zəngə əsasən icra işi ilə əlaqədar, öhdəliyin icra olunması ilə əlaqədar baxışa gəlmişəm. Yəni təhvil təslimin birinci mərhələsinə. Burada da aparılan işlər düzdür. Dağın arxasında qənaət bəxşdir. Belə pis deyil. Amma görünür bəzi yerlərdə artıq torpaq buraxıblar. Məsəl üçün bu yanımızdakılar. İndi hərə nağzı bir hava çala bilər kənd cəmaatından, amma qənaət bəxşdir. Yəni nəsə düzgün hesab eləmək olar. Yaxşıdır. Burada yəni elə bir pis fikir, yəni insanlara qarşı sözüm bu olar ki, öz pis fikirlərindən çəkinsinlər. Yəni məktub əsasında gəlmişik burada icra ilə əlaqədar. Yaxşı alınıbdır. Dağın arxasında bir problem görmürəm. Ancaq birinci dağ silsiləsinin birinci yamaçda biraz risk podiumu alınıbdır. Orada düzəlişlər getsə daha yaxşı olar. Siz de hoş gelmişsiniz, biz de hoş gelmişiz. Günler o gün olsun ki, bak bu kebabı elimizin, obamızın bütün o cemaate yığışanda burada bir yaxşı bir qonaqlıq mı deyək, qurban mı deyək, kimin ürəyindən nə keçir? Amin, amin. Təkin. Obada eləyək. İnşallah. İnşallah, inşallah. Allah səni obadan, elimizdən əziz eləməsin. Amin, amin. Allah hamınızın canını sağ eləsin. Sən böyümüzsən, ağsaqqal. Allah heç birimizə dəyməsin, millətimizə, xalqımıza, keçilərimizə dəyməsin. Amin. İnşallah. Sağ olun, var olun. Elimizin obasından var. Hamı gəlsin, balacadan böyüyə kimi. Bak belə yiyək orada, içək. Amin. Allah verdi qağa. Sağ ol. Allah səni elimizdən, obamızdan əziz eləməsin.